3 gün önce paytaxtın Xətai rayonu Gəncə prospektində yaşayış binasının qarşısında torpaq sürüşməsi oldu. Ciddi ziyan görən olmasa da bir neçə avtomobilə zərər dəydi. Sürüşməyə təkan verən səbəb isə bina tikilməsi üçün qayalıq və sərt yamacda qazıntı işlərinin aparılması olub. Bina tikilməsə də ərazidə bugünə kimi torpaq qatında heç bir bərkitmə işləri görülməyib. Ərazidə yenidən sürüşmə ola bilərmi? Ətraflı Rəşad Vəkiloğlu'nun süjetində biləcəyik bu sualın cavabını. Hal-hazırki vəziyyətdə, qardaş, görürsünüz də çəkində təhlükə nə yerdədir? Qayalıq yerdir, yuxarı tərəfi biraz torpaqlıdır, alt hissəsi qayalı yerdir. Ona görə də deyir, tam qaza bilməyiblər, tikə bilməyiblər. Ondan şikayətçi olan sakinlərə mənzil vermək üçün bu ərazidə bina tikintisinə görə qazıntı işləri aparmışdı. İddialara görə qazıntını aparan tikinti rəhbəri digər qanunsuz əməllərinə görə sonradan həbs edildiyi üçün tikinti baş tutmamışdı. Və sonradan dünyasını dəyişdiyi üçün onun layihəsi yarımçıq qalıb. İndi isə həm burada yaşayan bina sakinləri, həm buradan yolu düşənlər, daha çox isə 191 sayılı məktəbin kontingenti üçün böyük təhlükə qalmaqdadır. Sakinlər qazıntının illər öncə aparılmasına baxmayaraq dəfələrlə xırda ölçülü torpaq sürüşmələrinin qeydə alındığını deyirlər. Aidiyyatı qurumlar da hər dəfə bu sürüşməyə görə məlumatlandırılıb. Qaldığımız binada elə evlər var ki, 2-3 nəfərə verilib bu evlər. Burada ev tiksin, cəmaatı yerləşdirirsin. Elə oldu ki, onda tutdular, getdi cəza çəkməyə. Sürüşmə ərazisinin yaxınlığında yaşayış binası ilə yanaşı 191 sayılı orta məktəbdə yerləşir. Bəs həqiqətən qazıntı adı çəkilən məktəbin stadionun ərazisidir. O da məlum oldu ki, həmin tikinti şirkəti əvvəl Əsgəroğlu MMC kimi fəaliyyət göstərsə də sonradan şirkətin adı INT MMC-yə dəyişdirilib. Sürüşən torpaq Təhsil Nazirliyinin balansında olan bir yerdir. 191 nömrəli məktəbin ərazisidir. Sonuncu Xətai altdan əvvəlki INT MMC adlı şirkət orada fəaliyyət göstərir. Orada da bir çox problemlər yaratmışdı, elə mənim özümə də yaratmışdı. Sonradan da qanun qarşısında həllini tapdı. Bəs illər öncə bina tikintisi üçün aparılan bu qazıntı işləri qanunsuz aparılıb və ya aidiyyatı qurumlar MTK-nın bu özbaşınalığından həmin vaxt xəbərsiz olublar. Xətai rayon icra hakimiyyətindən məsələyə heç bir münasibət bildirilmədi. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə sorğumuza cavab olaraq bildirildi ki, komitə tərəfindən həmin ərazidə hər hansı tikinti işlərinin aparılmasına icazə verilməyib. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.